Çox sağ olun, siz xoş gəlmişsiniz, ben de xoş gəlmişsiniz. Mən çox fəxr edirəm ki, sizin kimi oğlumuz var. Xalqının mədəniyyətinin simalarındandır. Polad mənə görə milli qəhrəmandır. Bəziləri ilə uzun müddətli görüşmürəm. İndi də çox optimist, həyatsevər insandır. O qeyri-adi insandır. Polad Bülbüloğlu bu baxımdan çox yaxşı nümunədir. Onu tamaşaçı da çox sevir. Həm bəstəkar, həm siyasətçi. O əsl ustaddır. Bizi səsinlə, varlığınla sevindirəsən. Azərbaycanlıların həmrəylik günü həmişə ürəyinizdə olsun. Aylı geceler. И годы ждут нас впереди, и никогда не смолкнет песня эта. Пусть много будет в ней тепла и света, до края жизни с песнею дойди. Как жили мы, борясь и смерти не боясь, так и отныне жить тебе и мне. В небесной вышине и в горной тишине, в морской волне и в яростном огне. Как жили мы, борясь и смерти не боясь, так и отныне жить тебе и мне. В небесной вышине и в горной тишине, в морской волне и в яростном огне. И в яростном, и в яростном огне. Как он поет, как он поет. Он душу из меня вынимает. Еще немножко я не смогу его убить. Onun adı gələndə daha çox Qorxma mən səninləyəm filmi yada düşür. Bir də məşhur filmlərimizə yazılmış musiqilər. Məsələn, Uşaqlığın son gecəsi kimi. Müğənni, aktyor, bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın sabiq mədəniyyət naziri, nəhayət, ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri. Жили мы, борясь и смерти не боясь, так и отныне жить тебе и мне. В nебesной вышине. 18 il mən Azərbaycanın mədəniyyət naziri oldum və eyni zamanda 12 ildən artıq beynəlxalq təşkilata, Türksoy beynəlxalq təşkilata eyni zamanda rəhbərlik etdim. Sonra hörmətli prezidentimiz İlham Əliyev mənə təklif elədi ki, mən artıq Rusiya səfir təyin olunum. Mən də çox məmnuniyyətlə bu təklifi qəbul etdim. O vaxtı yəni belə oldu. Yəni hadisələr belə dəyişildi, belə oldu. Artıq mən sizə deyim ki, hardasa 89-da, 2000-ci ildə mənim bu fikirlərim var idi ki, artıq getmək lazımdır. Mən nə bacardım, bu vəzifədə elədim. Təbii, yeni nəsil gəlməlidir, yeni adamlar gəlməlidir, yeni gözlə baxmalıdır. Ona görə mən çox böyük həvəslə bu təklifi qəbul etdim. Çox böyük həvəslə də Moskvaya gəldim. Artıq 6-cı ildir. Mən burada fəaliyyət göstərirəm və artıq
bunu tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan səfirliyinin Moskvada nüfuzu kifayət qədərdir. Hər bir siyasi məsələlərdə də, ictimai məsələlərdə də, hansı bir iki ölkənin arasında olan problemlər, təbii ki, problemlərin haqqında da biz öz sözümüzü deyirik və bizi də eşidirlər. Polad Bülbüloğlunu tanıtmağa ehtiyac yoxdur. Onun adı da, özü də hər bir vətəndaşa yaxşı tanışdı. Ən azı ona görə ki, o uzun illər nazir işləyib. Yalnız öz ölkəsi Azərbaycanda deyil, bütövlükdə keçmiş Sovet İttifaqı məkanında çox sevilən, nəğmələri dillər əzbəri olan bir bəstəkar və ifaçıdır Polad Bülbüloğlu. Onlarla film və teatr tamaşaları məhz onun unudulmaz melodiyaları ilə eyniləşərək həmişəlik hafizələrdə yaşayır. Amma qəhrəmanımı bugün eks-nazir yaxud diplomatik nümayəndə, yaxud da sadəcə bəstəkar ifaçı kimi deyil, eyni zamanda bir insan, vətəndaş, dost, ata kimi tanımağa, onun haqqında danışmağa çalışacağım. Məmmədov Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini Bülbül götürüb. Azərbaycan Dövlət Konservatoriyasında bəstəkar Qara Qarayevin sinifində təhsil alıb. Polad Bülbüloğlu bir sıra mahnıların müəllifi, ifaçı kimi tanınıb. Kinofilmlərə, dram tamaşalarına yazılmış musiqilərin, simfoniya, simfonik poemaların müəllifidir. 1973-cü ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə xalq artisti adına layiq görülüb. 1989-cu ildən Azərbaycan Respublikasının Mədəniyyət Naziri, 1994-cü ildən Türksoyun sədri, 2006-cı ildən etibarən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir. Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə bir sıra mükafatlara, həmçinin Azərbaycan Respublikasının İstiqlal ordeni ilə təltif edilib. O həmçinin 2009-cu ilin adamı elan edilib. Mənim atam Bülbül Murtuza Məşədi Rzaoğlu Şuşada anadan olub və Allah bu dünyada elə yaradıb ki, biz özümüz valideynləri seçmirik. Yəni, anadan olarkən bu böyük şəxsiyyətin ailəsində uşaqlıqdan mən görkəmli insanları bizim evdə görmüşəm. Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Rəşid Beybutov. Görürsünüz, sadəcə bu ismiləri deyəndə mən də onlara uşaqlıqdan Rəşid Beybutova Rəşid Əmir deyirdim, Niyaziyə Niyazi Əmir deyirdim və s. Belə bir insanlarla ünsiyyətdə olmaq ən gənc yaşlardan təbii ki, bu böyük bir məktəbdir. Və uşaqlıqdan mən musiqinin içində böyüyürdüm. Təbii ki, atam evdə tez-tez məşqlər aparırdı. Hətta konservatoriyada dərs deyirdi. Konservatoriyada siniflər çatmırdı o vaxtı. Bəzi dərslər evdə keçirilirdi və o konservatoriyanın tələbələri bizim evə gəlirdi və mən o dərsləri müşahidə edirdim. Yəni, çox maraqlı idi mənim üçün. Bir küncdə oturub baxırdım ki, bu vokal sənətinə necə öyrənmək olar.
O gözler kimi her taraf kara. Bu yollar seni aparır hara. Yere bu sefer güneş nur yere elə bir təzən ağıl başlar dünya oyanı güneş oya dağlar var boya yoksa bu deniz uçar bir zülmet gece deniz kaçar gelirse Tabii mən biraz dəcəl uşaq idim. Həyatda tez-tez deməli davalara da düşürdüm. Sonra o vaxtı o Tarzan filmi çıxmışdı. Biz Müslüm Maqamayevdə bizim qonşuyduq. Biz Müslümlə ağızlara çıxıb deməli Tarzan kimi qışqırırdıq. Baxırdıq ki, kimin səsi daha gür çıxar. И первая моя была в жизни зависть, и последняя. Это я завидовал, что Полад кричал по Тарзане лучше, чем я. Və həyətimiz belə o Bakı həyətləri deyirlər. Belə mühit çox demokratik bir mühit idi. Çox millətli bir ev idi. Və o vaxtı uşaqlar heç vaxt bir-birindən soruşmazdılar ki, sənin millətin nədir, ya sənin atan harda işləyir. Yəni biraz zəngin, ya kasıb, ya kimsə. Heç vaxt bu uşaqların arasında belə şey yox idi. O illər hamı eyni geyinirdi, belə sandalyalar satırdılar 1 manat 40 qəpiyə. Onlar da həmişə cırılırdı. Elə mənə də danlayırdılar ki, sən 3 gündən 5 gündən bir sandalyan cırılır, o tez qaçır. Çox qaçırdıq ora-bura. Ona görə bizim həyətdə də bu uşaqlar çox belə yaxşı bir komanda yığılmışdı. Biz o biri deməli evlərin uşaqları ilə futbol oynayırdıq. Bəzi vaxt davalara düşürdük o Xaqani küçəsində. Yəni belə bizim ən kiçik belə zamanımız bax belə bir mühitdə böyümüşük. Sonra da musiqi məktəbinə getdim. O da maraqlıdır. Mən həyətdə oynayırdım. Bir də atam dedi ki, gedək mənə ilə. Gəldik belə indiki konservatoriyanın binasına. O musiqi məktəb o vaxt oradaydı. Mən də elə küçədə həyətdə necə var idim, elə yəni xüsusi geyinməmişdim, eləməmişdim. Girdik, hamı papaya salam verdi. Sonra bir dənə yaşlı qadın dedi ki, bir dənə nə bilim belə vur. Mən vurdum, özümə deyirəm ki, bu arada bəni niyə belə soğuk. Sonra biri gəldi, rayal bir notu var, bu notu oxu. Sonra mən də belə təəccüb oldum, görəm də papa baxır mənə belə eləyir ki, bunlar nə deyirlər, sonra nə eləyir. Mən elə bildim ki, bu nəyəsə bir oyundur, nə iş başa çıxandan sonra sən demə bu imtahanıymış. İmtahan alırdılar və məni o vaxtı deməli bu musiqi məktəbinə, bu musiqi məktəb atam rəhmətə gedəndən sonra ona Bülbül adını verdilər. İndi həmən Bülbül adına musiqi məktəbdir. O vaxt o sadəcə belə mərkəzi musiqi, 11 illik musiqi məktəbi adlandırılırdı. Və orada mən başladım oxumağa. Poladla biz uşaqlıqdan dostuq, lap 7 yaşından biz, məndə podstaxannik var, Gümüşdən, orada yazılır Fərhada Poladdan 1957-ci il. Və sonra əlbəttə bir yerdə biz çox qastrolda olurduq, delegasiya nümayəndəsi kimi rəsmi səfərlərdə olmuşuq. Amma ən yadda qalan, ən mən deyərdim, super lüks bir səfər əlbəttə gəmidə idi. Bu dostum Fərhad Əlalbəyli ilə 2 dəfə deməli gəmidə belə dünya turu, yəni Qara dənizdən çıxaraq bütün dünyanı fırlanıb o vaxtı Leningrada Baltiya dənizinə gəlmişik 3 ay. Yəni 77-ci ildə
bu adaları görmək, indi hamı gedir, gəlir bu adalara. O vaxtı Sovet adamları heç bilmirdi bu adalar hardadır. Yəni belə. Bu Poladın ağlına ancaq gələ bilər, çünki Polad yaxşı menecerdir. Polad dedi ki, zəng elədi, 3 ay biz gəmi ilə bütün dünyanı gezirik. Başlayırıq Odessadan, bütün dünyanı gezirik, 3 aydan sonra Leningrada gəlirik. Əlbəttə, bu böyük bir şans idi. Özü də orada mən klasik konsertləri verirdim. Polad isə orada beynəlxalq estrada şousu var idi. Orada Amerikadan cazmenlər var idi, İngiltərədən pop artistlər var idi, qrupalar. Bu bilirsiniz, çox prestij bir tur idi. Biz cavan idik əlbəttə. Gəmi çox gözəl idi, bütün şərait var idi. Və ölkələri gezə-gezə biz konsertləri verirdik. Həm konsertlər verirdik, həm dicəlirdik, həm də keyf çəkirdik, cavan idik. 30 yaşım var idi, Polad da 32. Yəni, bu çox unudulmaz bir səfər idi və mənim şəxsən qanım qara olanda hansısa bir problemlə üzləşirəm. Mən həmişə deyəm, o səfəri yada salıram və bütün problemlər yaddan çıxır. Bali adası, Bali, Allah bilir, mümkün olan şey deyil. Mən təbii o vaxt kameralarda yox idi, slayd çəkirdik, bizimlə çəkirdik. Mən gəldim, o vaxtı mənim dostum Maksud İbragimbekov'a göstərdim, baxdı, dedi bizə nə var, mənə göstərdi, heç kəsi göstərdi, dedim niyə? Heç kəsi inanmaz ki, bunlar ümumiyyətlə belə şeylər var. Yəni doğru, biz bağlı ölkədə yaşayırdıq da, indi xaricə getməyə bu bir hadisə idi. Hərdən fikirləşirəm ki, doğrudan çox maraqlı bir ömür yaşamışam. Bu dünyada çox görmüşəm, səfərlərdə çox olmuşam, çoxlu millətlərlə ünsiyyətdə olmuşam, tanış olmuşam, çox uzaq ölkələri görmüşəm. Buna görə müəyyən təcrübə yığılır. Возле дома, где живет добродушный там, целый вечер напролет пел квартет гитар и стройный хор подруг. Все слышали вокруг. На колючие слова 4 гитар разобиделся сперва добродушный тар. Выйдя на балкон, как им ответил он, кто сказал, что я стар, молод вечно сердцем тар, не поспеть порой за моей игрой. Рождения не был злым, и на весь квартал он обидчицам своим весело сказал. Mən çox fəxr edirəm ki, sizin kimi oğlumuz var. Sizin kimi Azərbaycanın mərd oğlu var, kişi oğlu var. Heç kimin ixtiyarı yox idi ki, o vaxt ki hələ siz SSR-nin vaxtında, bunu mən hər yerdə deyirəm. SSR-nin vaxtında bir adam çıxıb Qarbaçovun qabağında Qarabağ məsələsini deyə bilməzdi ki, kişisən, gəlmişsən, elə kişi oğlusan, kişi kimi də qalmışsan. Xalqımızın uğrunda çox şeylər eləmişsən. Nə bilim, biz ömrümüz boyu sənə minnətdarıq. Sənin kimi oğullara. Çünki hər oğlun işi deyir, ha. Hər oğlun işi deyir. Millətimiz fəxr edir ki, Zeynəb xanım kimi sənətkarımız var. Sağ ol canım, mən səni çox istəmişəm və ömrümün axırına qədər də istəyəcəyim. Çox sağ ol. Загадал я наперед, что полюбишь ты меня. Только с первого же дня вышло все наоборот. Как мне быть? Как мне
тебя не прозреть, вдруг не полюбишь меня, как же тогда мне быть? Вы знаете, людям моего возраста... Bilirsiniz, mən yaşda insanlar bir-biri ilə görüşərkən düşünürsən ki, bu görüşdən nə qədər məmnunsan. Əvvəllər bu insanla görüşərkən nə qədər sevinirdi. Polad Bülbüloğlu bu baxımdan çox yaxşı nümunədir. Belə ki, onunla hər dəfə görüşəndə məmnun qalırsan. Onunla ünsiyyət hər zaman xoşdur. Mənim Bakı ilə bağlı çox incə, çox köhnə, hardasa 50 illik xatirələrim var. O zamanlar sizin Ləmbəranski kimi meriniz vardı. Onunla Bakıya qastrol səfərinə gələrkən tanış olub dostlaşmışdıq. Polad Bülbüloğlu da mənim bugün həyatda olan Bakılı dostlarımdan biridir. Sizə möhkəm can sağlığı, müvəffəqiyyət və səbr arzulayıram. Я желаю тебе удачи и терпения. Верю я сумасшедшим ветрам, верю тихим наивным словам, верю в искренность каждого дня, потому что ты любишь меня. Мир добра мне тобою открыт, и живу я не помня обид, никого и ни в чем не виня, потому что ты любишь меня. Каждый день на земле, каждый час солнце в бубен играет для нас, и весна наступает звеня, потому что ты любишь меня. Каждый день на земле, каждый час солнце в бубен играет для нас, и весна наступает звеня, потому что ты любишь меня. Bu yaxınlarda Kreml sarayının 50-liyi idi. Ona görə mən razılıq verdim. Onun üçün ki, bu sarayda mən dəfələrlə çıxış eləmişəm. Bu sarayda mənim solo konsertim olub. Bu sarayda mən lap gənc olaraq 62-ci ildə Komsomol qurultayın delegatı idim, Azərbaycandan nümayəndə idim və ona görə mən bu saraya həmişə çox böyük hörmətlə yanaşıram. Oranın müdürü də mənim yaxşı tanışımdır. Bu yaxınlarda orada Heydər Əliyev fondunun təşəbbüsü ilə böyük bir Azərbaycana həsr olunmuş tədbir keçirildi. Mehriban xanım Əliyeva, bizim birinci xanımımız gəldi, iştirak elədi. Rusiyalı prezidentin həyat yoldaşı Svetlana Medvedeva, Mehriban xanımla bir yerdə orada iştirak elədilər. Yəni bu sarayda biz tez-tez tədbirlər keçiririk. Ona görə dəvət eləyəndə mən olaraq yox deyəmədim, özüm də düzüb belə xəstə edim. İnanın ki, belə Allah'a yalvarırdım ki, hər şey yaxşı keçsin. İlk dəfə bu sarayda mən 62-ci ildə Komsomolun 14-cü qurultayında iştirak etmişəm. Hətta mandat komissiyası öz məruzəsində mənim adımı çəkmişdi ki, Bakıdan ən gənc, deməli mən məktəbdə oxuyurdum 9-cu sinifdə. İlk dəfə də burada çıxışım bu səhnədə, yəni sənətkar olaraq ya 67 idi, ya 68 idi. Hansı bir gənclərin böyük bir toplantısı idi, məni dəvət etmişdilər və o vaxt ümumiyyətlə burada konsertlər keçirilmirdi. Ветер однажды песнь донес, пели две птицы в час ночной. Был мне понятен их язык, вот эта песня. Adıma gəlir, burada bizim xalq artistimiz Lyudmila Zilkinanın yubileylarından biriydi. Mən burada bunu təbrik edirdim və burada yenə zarafatla dedim ki, Azərbaycanda sizə deyiblər ki, xanım, ты не пой, ты просто ходи. Suda, suda. O vaxtı Çırnamırdı, hamısı salonda idi. Ümumiyyətlə, bilirsiniz, Kremldə olduğuna görə bunun öz, necə deyirlər, samballığı var, öz mənası var. O, müstəqil Azərbaycan Respublikasının yüksək dövlət təltifi olan İstiqlal ordeninə və xalq artisti fəxri adına layiq görülüb. Bununla belə Rusiya, Türkiyə, Gürcüstan, Moldova kimi ölkələrin dövlət təltiflərinə və fəxri adlarına da layiq görülüb. Türk dünyasının mədəniyyət mərkəzi sayılan Beynəlxalq Türksoy Təşkilatının
ilk baş direktoru olaraq bu məsul vəzifəni 12 il boyunca fasiləsiz icra edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim elədiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyini dəfələrlə bildirdiyinə, Dağlıq Qarabağa etdiyi səfərlərdə münaqişəyə səbəb olmuş tərəfin ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyat və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Polad Bülbüloğlu 2009-cu ilin adamı elan edilib. Дорогие друзья, я смотрю в этот зал, и меня обуревает очень много чувств, которые трудно выразить словами. Дорогой Полад, что я хочу тебе сказать? Əziz Polad, sənə nə deyə bilərəm? Səni çox sevirəm. Səni 1000 ildir ki tanıyıram. Sən əla aktyor, gözəl insan, dövlət xadimi və ictimai xadimsən ki, bu da dövlət xadimliyindən daha vacibdir. Çünki ictimaiyyətlə hər insan əlaqə qura bilmir, dövləti isə idarə edə bilərlər. Ona görə də mən səni təbrik edirəm və bilirsən sən nə arzu eləyirəm? Arzu eləyirəm ki, sənin bu insansevərliyin heç vaxt səni tərk etməsin. Səninlə görüşməyə həmişə şadam. Dostluğuna görə çox sağ ol, çünki mən bununla fəxr edirəm. Səni təbrik edirəm. Hər zaman ailən, ölkən, insanlar və ümumiyyətlə hər kəs tərəfindən hər zaman sevil. Təbrik edirəm. Barakallah, əhsən. Чтобы песни соловей позавидовал моей, приложу губам свирель, ах, какая будет трель, и от музыки такой, позабыв про возраст свой, горы шапками качнут и плясать со мной начнут. Mənim bu ictimai işlərə, ümumiyyətlə təşkilatçılıq qabiliyyətim var idi. Onun üçün ki, o vaxtı da biz Bakıda olaraq cürbəcür estrada mahnıların festivalını keçirdirdik, müsabiqələr keçirdirdik. Sonra o vaxtı artıq yavaş-yavaş başlamışdı gənclərin arasında. Yaxşı yadımdadır, məsələn, Finlandiya gəncləri ilə biz Bakıda tədbir keçirdik. Sonra Almaniyanın gəncləri ilə, Festivalyanın gəncləri ilə onlar bizə gəldilər, biz oraya getdik. Yəni mən həmişə bu təşkilatçılıq işlərdən, belə ictimai işlərdən mənim xoşuma gəlirdi. Belə cəmaatın içində olmaq, nəyisə qurmaq, eləmək, təşkil etmək, xəssiyyətim belədir də. Сердце песню просит, чтобы вместе с ней смог я обойти просторы родины моей. В шапках белоснежных гор и в небо взметнулись гордо, солнце дарит молодость садам. Мчатся, сверкая реки, с детства влюблен навеки я в твою весну, Азербайджан. Девушек прекрасней наших в целом мире нет, в песнях их воспел недаром ни один поэт. Озеро Гёйгёль зовется жемчугом гора, краем соловьев зовется гордый Карабах. В шапках белоснежных гор и в небо взметнулись гордо, солнце дарит молодость садам. Мчатся, сверкая реки, с детства влюблен навеки я в твою весну, Азербайджан. Замечательный человек. O çox gözəl insandır. Deyə bilmərəm ki, mən onun dostlarının siyahısına daxiləm, amma onu çox gözəl tanıyıram. Mahnılarını uşaqlığından dinləmişəm. Əla bəstəkardır. Bir səfir kimi də çox gözəl özünü göstərir. Məhz buna görə də Rusiya kimi böyük bir ölkədə belə məsuliyyətli bir işi ona tapşırıblar. Mən ona yalnız və yalnız xoşbəxtlik, can sağlığı və uğurlar arzulayıram və inanıram ki, belə bir gözəl səsə və qabiliyyətə malik olan insan hələ bizi yenilikləri ilə çox sevindirəcək. Biz də böyük məmnuniyyətlə onu dinləyib, ola bilsin ki, hələ ifadə etdik. Ona salamlarımı çatdırıram, uğurlar arzulayıram və öpürəm. Xoşbəxt olun.
каждой звонкой капли Каспия слышна. В ней воспет Баку родной и древняя Генджа. Нет конца у этой песни, потому что в ней все слова идут от сердца о земле моей. В шапках белоснежных горы в небо взметнулись гордо, солнце дарит молодость садам. Мчатся, сверкая реки, с детства влюблен навеки я в твою весну, Азербайджан. Вечно юный край, Азербайджан. Вы знаете, тоже очень давно знаю. Polad Bülbüloğlu mənim köhnə dostlarımdandır. Onda hələ çox gənc idi. Onun möhtəşəm səsi var. Səsi billur kimi təmiz, aydın, saf, səmimidir. Sonralar mən eşidəndə ki, o ölkəsinin mədəniyyət naziri idi, çox sevinmişdim. Dedim ki, halaldır ona, çox gözəl, o buna layiq idi. O, həm də çox gözəl insandır. Bugün o, səfir kimi çalışır. Mən sizə can sağlığı arzulayıram. Qoy uzun illər bizi səsinlə, varlığınla sevindirəsən. Дай Бог тебе здоровья. Yaxşı vaxt ola, bugün axşam vaxt ola, çiçək taxıb yaxana, əllərim xoşbaxt ola, qurbanım gözü qaşına, deyiləm özü başına, mən çox danışıram ki, gəlim sənin xoşuna. Buradan sizin qapıya tək elçilərim düzülər, toya kimi sən küsməsən toydan sonra düzələr. Buradan sizin qapıya tək elçilərim düzülər, toya kimi sən küsməsən toydan sonra düzələr. Bu xoş gündə nə qədər işarə etsən əgər, atılıb ortalığa oynaram sübhə qədər. Dodağı bal, dili bal, istəyirsən olum lal, məndən bir çiçək istə, üstündə ömrümü al. Мне бы хотелось бы сказать о Polad Bülbüloğlu, уважаемом после. Azərbaycanın Rusiyadakı səfiri, hörmətli Polad Bülbüloğlu haqqında bunları demək istərdim. Çox maraqlıdır. Mən indi bir fakt deyəcəm. 1974-cü ildə onun filarmoniyada konserti keçirilərkən mən ön cərgədə əyləşmişdim. Atamdan o vaxt xahiş etdim ki, mənə maqnitofon alsın. Ona görə ki, konsertdə oturub Polad Bülbüloğlu'nun oxuduğu mahnıları kasetə yazmaq istəyirdim. Onu çox sevirdim, dinləyirdim. Həm də o zamanlar disk, kaset satışı indiki kimi deyildi. Plastinkalar vardı. Onu da həmişə üstümüzdə gəzdirmək olmurdu. O zaman dövr başqa idi. Sovet İttifaqında yaşayırdıq. Amma Polad Bülbüloğlu vətən və vətənpərvərlik haqqında çoxlu mahnılar oxuyurdu. Biz o mahnıların sədası ilə böyümüşük. Həyat elə gətirdi ki, sonralar Polad Bülbüloğlu Rusiyaya səfir təyin edildi. Və düşünürəm ki, bu çox uğurlu addım idi. Talib elə gətirdi ki, indi biz tez-tez görüşürük, dostluq və əməkdaşlıq edirik. Встречаемся, общаемся. Buradan sizin qapıya tək elçilərim düzülər, toya kimi sən küsməsən toydan sonra düzələr. Buradan sizin qapıya tək elçilərim düzülər, toya kimi sən küsməsən toydan sonra düzələr. Sizin qapıya tək elçilərim düzülər, toya kimi sən küsməsən toydan sonra düzələr. Buradan sizin qapıya tək elçilərim düzülər, toya kimi sən küsməsən toydan sonra düzələr. Buradan sizin qapıya tək elçilərim düzülər, toya kimi sən küsməsən toydan sonra düzələr. Buradan sizin qapıya tək elçilərim düzülər, toya kimi sən küsməsən toydan sonra düzələr. Ну, Polad вообще... Polad mənə görə milli qəhrəmandır. İstər Sovetlər Birliyində, istərsə də indi. O çox istedadlı şəxsdir. Mən ona ancaq və ancaq xoş arzularımı çatdırıram. İndi o, çətin missiyanı icra edir. Ölkənin Rusiyadakı səfiridir. Mən hesab edirəm ki, bu işdə də kifayət qədər bacarıqlıdır. Polad Bülbüloğlu o qədər istedadlıdır ki, təkcə ifaçı, bəstəkar deyil, o həm də diplomatik nümayəndədir. Bu gənc, yaraşıqlı oğlan haqqında başqa nə demək olar ki?
Затерялся луч рассвета в одиноких облаках, и листва былого лета на моих дрожит рука. Будет осень желтая и разлука снежная, но меня дождешься ты, добрая и нежная. Мне в разлуке будут сниться и чинары, и твой дом, где на крыше аист птица нам не раз махал крылом. Будет осень желтая и разлука снежная, но меня дождешься ты, добрая и нежная. От весною вспыхнут травы, улыбаясь и звеня, и тогда с букетом маков выйдешь ты встречать меня. Будет осень желтая и разлука снежная, но меня дождешься ты, добрая и нежная моя. Tanınmış sənət adamlarının səhnəyə ilk addımları, ilk çıxışları, ilk həyəcanı hər zaman yadda qalan və maraqlı olur. Sonralar bəlkə də ən şirin xatirə kimi xatırlanır. 70-dən artıq ölkədə yüzlərlə konsert verən, 100 minlərlə dinləyicinin alqış və sevgisini qazanan, müəllimi Qara Qarayevin sənət məktəbini qürurla təmsil edən Polad Bülbüloğlu'nun həyatında da heç şübhəsiz belə bir məqam olub. Özü də 1957-ci ildə. Polad Bülbüloğlu ilk dəfə opera və balet teatrının səhnəsində 12 yaşında olarkən çıxış edib. Atası Bülbülün şərəfinə təşkil edilmiş yubiley konsertində ssenaridən kənar qəflətən səhnəyə çıxarkən nəinki dahi Bülbül, hətta zaldakı tamaşaçılar belə təəccüblənir. Səhnədə ilk ifası isə məşhur pianoçu Çingiz Sadıxovun müşayiəti ilə Evləri var xana-xana mahnısı olur. Atamın iş masasında bir bayatılar kitabı var idi. Böyle masanın üstündə də qalmışdım. Mən onu başladım varaqlamağa və gördüm ki, bəzi bayatılar, məsələn, belə nöqtə ilə işarə olunur, bəzilərə belə yumuru, bəzilə gördüm ki, o işarə olunanlar bir-birinə uyğun gəlir. Və oradan da elə o vaxtı, məsələn, 63 idi belə bu illərdə, mən fikirləşdim ki, atama yadigar olaraq bu bayatılara belə xalq stilində mən musiqilər yazım. Və onda, bax, bu ilk mahnılar Dilin Canıncıdəndir, Ayrılıq, sonra artıq 4 mahnı idi. 4 mahnı idi. O qısların adı da yadımda deyil, amma bu ikisi mənim repertuarımda qaldı. Eşidəndə başımdan qalxırdım ayrılıq. Aman aman ayrılıq, olur yaman ayrılıq. Eşidəndə başımdan qalxırdım ayrılıq. Yar şiirin sözlərindən, doymadım sözlərindən. Bilseydim ayrılıqdır, dərdim gözlərindən. Ay aşk şiirin canı. Я думаю, что такой... Mənə elə gəlir ki, belə bir böyük artist, musiqiçi, ifaçı, bəstəkar,
o cümlədən də Azərbaycanın səfiri hər kəslə rahat dil tapa biləcək və bir musiqiçi kimi ətrafında harmoniya yaradacaq. Bu isə çox gözəldir. Çünki tarix göstərib ki, dövlət başçısı və yaxud da ki, səfir vəzifəsinə musiqiçi və ya aktyor təyin ediləndə, onlar çox rahat və gözəl şəkildə insanlar arasında sülhü, əminamanlığı və mədəniyyəti təmin eləyə biliblər. Mən sizə xoşbəxtlik və bütün işlərinizdə yalnız və yalnız uğurlar arzuluyuram. Было замечательно. Gönlüme saldı talan, ayrılsın ayrı düşsün bize ayrılık salan. Kuşlar uçar kollarda, gül butası kollarda, ardasın yarım arda, gözüm kaldı yollarda. Ay aşk şirin canım olmuşum divane, attın gittin beni kalmışım yana yana. Doldurup gəm piyaləsin, içdirib zəhri mənə. Gevşir sözlərindən, doymadım sözlərindən. Bilseydim ayrılıqdır, öpərdim gözlərindən. Bilseydim ayrılıqdır, öpərdim gözlərindən. Öpərdim gözlərindən, öpərdim gözlərindən. Когда Polad был совсем юным артистом. Hələ Polad çox gənc, cavan, yaraşıqlı oğlan idi. Biz o vaxtdan görüşürdük. Konsertlərdə, studiyada, verilişlərdə. Onda indikindən də artıq idi. Amma o çox enerjili, temperamentli idi. Polad Bülbüloğlu indi də çox optimist, həyatsevər insandır. O həmişə dahi atasına, möhtəşəm ifaçı Bülbülə layiq olub. Bülbül təkcə Azərbaycanda deyil, bütövlükdə Sovet İttifaqında sevilən, hörmətə layiq, çox nüfuzlu insan idi. Polad da tipik şərq koloritli, temperamentli, qeyri-adi səsə malik ifaçıdır, musiqiçidir. O özündə hər şeyə ehtiva edir. Azərbaycan xalqına xas gözəlliyi, zövq, səs, milli mədəniyyəti. O çox gözəl mahnılar yazır, çox gözəl fortepianoda ifa edir, bənzərsiz oxuyur. Ən əsası, çox gözəl insandır, çox etibarlı insandır. Onunla ünsiyyət qurmaq, söhbət etmək çox xoşdur, çünki rahat adamdır. Mən onu deyim ki, vacib deyil hər gün Polada zəng edəsən, yaxud ondan zəng gözləyəsən. Əsas odur ki, o var, o yaşayır. Lazım olanda onu axtarmasan da özü sənin yanında olacaq. Bax belə, əsl kişi xarakteri var. Onun çox yaxşı ailəsi var, çox yaxşı atadır. Onun məncə hər şeyi var. Ailəsi, övladları, sənəti, işi. Qoy həmişə səhhəti yerində olsun ki, indidən sonra da gözəl işlərlə məşğul ola bilsin. Осуществлять те добрые дела, которые он делает. Любовь, надежду, веру, новый путь. Не может зло отнять у нас с тобою. Как счастье жить, то радостью, то болью. И смерть сама не в силах зачеркнуть. Как жили мы, борясь, и смерти не боясь, так и отныне жить тебе и мне. В небесной вышине и в горной тишине, в морской волне и в яростном огне. Как жили мы, борясь, и смерти не боясь, так и отныне жить тебе и мне. В небесной вышине и в горной тишине, в морской волне и в яростном огне. И в яростном огне. Нам все дано, поступок, мысль и речь, и только это в нашем мире властно. Украсить жизнь, чтоб жизнь была прекрасна, своею жизнью, жизнью вековечь. Как жили мы, борясь, и смерти не боясь, так и отныне жить тебе и мне. В небесной вышине и в горной тишине, в морской волне и в яростном огне. Как жили мы, борясь, и смерти не боясь, так и отныне жить тебе и мне. В небесной вышине и в горной тишине, в морской волне и в яростном огне. И в яростном
66-cı, 65-66-cı ildə. Yəni, Qara müəllim xeyir duasını verdi və mən doğrudan da həmişə bunu yadda saxlayırdım. Hətta 69-cu ilə kimi mən konsertlərə çıxmırdım. Yəni, radioda, televiziyada çıxış edirdim. Amma o vaxtı çox dəvət edirdilər. Deyirdim, yox, mən konservatoriyanı bitirərəm sonra. Konservatoriyada mən 68-ci ilin ortasında bitirdim. Onun üçün ki, istəmirdim ki, Qara müəllim bunu necəsə ayrıca qəbul edesin. Söz deyildi, mən bu sözə əməl etdim. Və ilk dəfə belə bir ifaçı kimi mən 69-cu ildə Düşənbə şəhərində bir neçə konsert verdim Tacikistanda. Bu mənim ilk belə səhnədə, yəni artıq solo konsertlərim başladı. Мой номер телефона, быть может, ты смеешься над верностью моей, но я не понимаю, зачем ты так сердита, ну перестань смеяться и позвони скорей, но я не понимаю, зачем ты так сердита, ну перестань смеяться и позвони скорей. Вчера ты так спешишь. Sonra Ruslar demişkən Lixabidan açalım. O vaxtı impresario, menajer elə sözlər yox idi. Administrator var idi, direktor var idi. Məşhur Sovet İttifaqında bir administrator vardı. Eduard Smolny. O məni dəvət elədi. O vaxtı heç yadımdan çıxmaz. Elista şəhərində, Kalmukiyada, stadionda böyük belə mahnı bayramları keçirilirdi. O da məni çox belə təkidlə ora dəvət edirdi. Nəyəsə mənim işim vardı, gedir. Bu birdən o vaxtı dedi ki, sən Rostovacan gəlsən, mən sənin dalınca təyyarə göndərəcəyəm. Mən də o vaxtı təyyarə göndərəcək adam. Sovet vaxtı, indi şəxsi təyyarələr var. O vaxt elə şeylər yox idi. Mən çox təəccübləndim, amma dedim, belə təkidlə o vaxtı o Kalmıkiyanın mədəniyyət naziri zəng elədi ki, yox, biz gözləyirik, çox xahiş edirik, gəldim. Nəyəsə, mən gəldim Rostova, indi gözləyirəm, sonra deyirəm, yaxşı, bu dedi göndərəcək, nə bir telefon var, nə bir adres var, dayanmışam bu aeroportda, hara gedim, neyliyim, özü tək. Bir də elan edilər ki, Polad Bülbüloğlu yaxınlaşsın plan yeri. Yaxınlaşdım, gördüm, belə cavan, belə bloçuk formada piano deyir ki, ya Zabamiz Elisti Priliçev, yəni xüsusi sürüşündür. Mən təəccübləndim, dedi, mənim çumadanım var idi, ona bu kömək eləri gedir. O vaxtda aeroportlarda o qədər zat deyildi, indiki kimi yoxlayırlar, eləyirlər, o vaxt daha sərbəstlikdir, söhbət 69-cu ildən gəlir. Görürük ki, mən harası aparır, belə gedirik bu tərəfə. Samanlıqlar hamısı bu yöndədir yəni. Çıxmışıq ora. Yaxınlaşdıq, o belə kukuruznik deyirlər, iki biplan. Yəni iki dənə zadı olan, orada cəmi 4 dənə yerdir. Bunlar əsas deməli o kənd təsərrüfatı üçün o zad eləyirlər. Aprobot kanka sən demə, bu təyyarə gəlib. Mən onu görəndə başladım gülməyə, dedim, təyyarə budur. Bu uçur, dedi, yox, darıxmayın. 50 dəqiqə çatacaq Elistə. Və ilk dəfə deməli bu xüsusi uçaqla, kukuruznikdə mən Rostovdan Elistəyə gəldim.
Но вы знаете, я очень давно знаю Полада. Mən Polad Bülbüloğlunu lap çoxdan tanıyıram. Hətta onun anası ilə bərabər Böyük Bülbülü muzeyində də olmuşam. Qeyd etmək lazımdır ki, Poladı nə qazandığı şöhrət, nə yüksək vəzifələri dəyişmədi. Azərbaycan haqlı olaraq onu səfir vəzifəsinə təyin etdi. Çünki mədəniyyət işçiləri öz ölkələrini çox gözəl və layiqli şəkildə təmsil edirlər. Polad Bülbüloğlu da öz insani keyfiyyətlərinə görə sevilir və seçilir. Mənim xoşuma gələnsə odur ki, tutduğu vəzifələrin çox vaxt almasına baxmayaraq, Polad yenə də mədəniyyətə vaxt ayırır. O vaxtı Sovet İttifaqında 7-8 nəfər bəlkə belə adam var idi ki, stadion yığa bilərdi, idman sahaları yığa bilərdi. Ona görə təbii ki, bütün bu filarmoniya müdürləri, yerli deməli, mədəniyyət rəhbərləri çalışırdılar ki, elə insanları cəlb etsinlər və yenə deyirəm, biraz qeyri-təvəzzükar da olsa, belə yüksək səviyyədə, məsələn, gəlirdi hansısa bir şəhərdə pionerlar deməli, aeroportda qarşılayırdılar, ya da Duxava orkestri gəlirdi, çalırdı. O vaxtı ilə ən yaxşı maşın verirlər, ən yaxşı oteldə, məsələn, haradasa o yerli rəhbərlik bizim şərəfimizə qabullar verirdi. O vaxtı artıq rayonlarda, məsələn, birinci katib, onlarla təmasda olurdu, dəvət edirdilər. Yəni, belə yavaş-yavaş necə deyirlər, o da başladı xoşuma gəlməyə. Hər insan üçün bu xoşdur da, hər yerdə səni yüksək səviyyədə qarşılayırlar, basalırlar. Sən özünü belə lazımlı hiss edirsən də, belə desək. Ну, с Поладом я знаком очень еще давно. Poladla biz çoxdan tanışıq. Biz onunla Ümumi İttifaq radiosunda birlikdə çalışmışıq. Mən onun konsertində iştirak edirdim. Mən o zaman rejissorluq da edirdim. 80-ci illərdə biz Poladla Gənclər Festivalı üçün bir operetta hazırlamışdıq. Əla iş alınmışdı. Biz indi də dostluq edirik. Zarafatlarımız da olur. Məsələn, deyirəm ki, Polad, səfir də oldun. Yenə də əvvəlki kimi sadəsən. Əlbəttə bu bir zarafatdır. Poladı o vaxtdan eyni səmimiyyətlə sevirəm. Polad, əziz dostum, mən səni çox sevirəm. Я тебя люблю, дорогой. Иди получи с Рустама плату за кровь. Вот когда убьешь, прислай сватов. Отдам Тветелли. Теймур, надежда моя, я все слышала. Иди убей этого чужого старика и поскорее возвращайся. Так этот несчастный еще и старик? Ладно. Пойду и убью. Я глаза обучаю свои, смотрят взгляду во имя любви. Приучаю ладонь, не дрожа, отнимать рукоятку ножа. Так решили любовь и судьба, им не я и никто не судья. Думай не головой, а руками, думай не головой, а руками, обстоятельствам нет прикослов, ведь недаром и кровь, и любовь, ведь недаром и кровь, и любовь рифмовали поэт веками. Или, может, писали стихи дураками, или наша любовь недостойна стихов. Вы знаете,
Bilirsiniz, mən artıq qocalmışam. Amma uşaqlığımda mənim kumerim Rəşad Behbudov idi. İndiyə qədər də mən onun səs yazılarını saxlamışam. Plastinkada deyil əlbəttə. Plastinkadan maqnitofon lentinə, disklərə köçürmüşəm. Mənim çox sevimli dostum, çox gözəl insan Polad Bülbüloğlu'nun lent yazılarını da eyni şəkildə arxivləşdirirəm. Mən onları əmanət kimi qoruyuram. O əsl ustaddır, böyük ustad. O həmişə şən, xoş, yüksək əhval-ruhiyyədə olur. Onu görəndə bayram havası yaranır. Harada, hansı konsert salonunda, hansı tədbirdə görüşsək də, həmişə Polad Bülbüloğlu formada, şux və zövqlü görünür. O çox istedadlıdır. Oxuduğu nəğmələrdə insanın ruhunu, qəlbini oxşayır. Mən Poladın şəxsiyyətini və sənətini yüksək qiymətləndirirəm. İndi o artıq səfirdir. Amma mənim üçün o hər zaman təkrarsızdır, bənzərsiz bəstəkar və ifaçıdır. Mən ona can sağlığı və uzun ömür arzulayıram. Qoy indidən sonra da uzun illər təkcə diplomatiya ilə deyil, yaradıcılıqla da məşğul olsun. А не только дипломатической работой. Никогда за презренный металл я из ножен клинок не достал. Был я добрым среди добрых людей, но судьба мне велела: убей. Если с ней и любовь заодно, значит кровью пролить суждено. Думай не головой, а руками. Думай не головой, а руками. Обстоятельства мне прикослов. Ведь недаром и кровь, и любовь. Ведь недаром и кровь, и любовь рифмовали поэты веками. Или, может, писали стихи дураками? Или наша любовь недостойна стихов? Мир жесток, только я и виной. Этот мир создавался не мной. Все, что в жизни прекрасного есть, стоит жертв и вовек не счесть. Так решили и жизнь, и любовь, что расплата за них чья-то кровь. Думай не головой, а руками. Думай не головой, а руками. Обстоятельства мне прикоснуть. Ведь недаром и кровь, и любовь. Ведь недаром и кровь, и любовь рифмовали поэты веками. Дело в том, что мне довелось познакомиться с Поладом, когда... Mən Polad Bülbüloğlu ilə Bakıya qastrola gələrkən tanış olmuşam. Çox təəccüblənmişdim. Gənc, yaraşıqlı bir adam əlində çox gözəl gül dəstəsi ilə səhnəyə çıxdı və mənə o çiçəkləri təqdim etdi. Özü də bu bənövşə çiçəkləri idi. Mənə qəribə gəldi ki, o bənövşələri hardan tapmışdı. Çünki mənim konsertim olarkən yaz-yay mövsümü deyildi. O özünü təqdim etdi. Mən Polad Bülbüloğluyam dedi. Məndə bənövşə haqqında mahnı var. Sizə onu təqdim edə bilərəm. Məmnuniyyətlə qəbul etdim. Bakıda bir neçə gün ard-arda konsert proqramları verdim və Polad Bülbüloğlu'nun mahnısını öyrəndim, nəhayət ifadə etdim. Onunla tanışlıq mənim üçün çox xoş oldu. O çox parlaq şəxsiyyətdir, musiqini çox gözəl duyur. Koloritli yaradıcılığı var. Mən düşünürəm ki, o öz xalqının mədəniyyətinin simalarındandır. Yaş insanın qəlb göstəricisi deyil. Poladın yaşı çoxaldıqca məncə o daha da gəncləşir. O həmişə qəlbən gənc olan insanlardandır. Показатель души человека. Уходя, оставляешь мне всегда не поцелуй, а фиалок лишь букет, чтобы они иногда, хоть иногда мне о тебе говорили, о тебе. Чтобы они иногда мне о тебе
говорили о тебе. O vaxtı biz bir ölkədə yaşayırdıq. Biz bunu, amma buna baxmayaraq, yəqin ki bu içimdən gələn bir şeydir. Mən həmişə konsertləri Azərbaycan dilində başlayardım. Ya Bakı haqqında mahnı ilə, ya da Azərbaycan haqqında mahnı ilə. Həmişə. Bu iki mahnı birinci və onun məsələn birinci kuplədə həmişə Azərbaycanda oxuyurdu. Və ondan sonra da harda olsam deyirdim ki, mən sizə Azərbaycan torpağından Azərbaycan salamını gətirmişəm. Və sonra artıq keçirdim bu konsertin mövzusunu. Bunu mənə məsələn o vaxtda heç kəs demir ki, sən bunu belə elə. Yəni içindən gələn bu Azərbaycanı təqdim etmək üçün nəysə belə bir həvəs var. Azərim duzlu dodaqlarını öpər şəhərim. İşıqlı axşamlarım, nurlu səhərim. Yalnız sənə deyərəm, öz anam Bakı. Я не боюсь ошибиться. Mən səhv etməkdən qorxmuram. Amma mənə elə gəlir ki, biz Poladla eyni dövrün insanlarıyıq. Anam onu ilk dəfə televiziyada görəndə Polad onda akordiondan ifa edirdi. Mənə dedi ki, bura bax, belə cavan oğlandı, amma necə gözəl ifa edir. O vaxtlar mən klassik musiqi ilə məşğul olurdum və Poladın sayəsində mən diqqətimi estradaya yönəltdi. Polad выступал с аккордеоном. Yoxuma gələr anam kimi sevimli mehriban Bakı. Nağıl kimi həzin olur aylı gecələr. Zərə hər baxanda mən gözlərim gülər. Ora getsəm sənin adın qəlbimdə gedər. Hara getsəm bu ürəyim qoynunda qalar. Ey əziz diyar, mənim Bakı. Və mən sizə deyim ki, o vaxtı məsələn xaricə getmək çətin idi. O vaxtı deməli raykomdan başlayaraq bir xarakteristika verirdilər. Sonra o yaşlı veteranlardan ibarət bir komissiya var idi. Gəlirdi raykoma sual verirdilər. Filan ölkədə nə oldu? Filan ölkənin prezidenti kimdir? Nə bilim Sovet İttifaqının son qurultayında nə demişdilər? Belə suallar verirdilər xaricə getmək üçün. Sonra o sənədlər o vaxtı artıq bunu demək olardı KGB-dən keçirdi. Sonra deməli mərkəzi komitəyə gedirdi. Sonra mərkəzi komitə bir qərar çıxardırdı ki, bu vətəndaşa xaricə getmək olar yoxsa olmaz. O vaxtı belə idi. Və hər poyezdkaya belə idi. Hətta mənim belə bir vəziyyət olub, 75-ci ildə mən Amerikaya getmişdim. Amerikadan belə də ən o vaxtı da bizə qarşı olan soyuq müharibə əzəb. Amerikadan qayıdıb Bolqariyaya gedəcəkdim. Dedilər ki, tamam bu yolu bir də keçməlisən. Mən də ona mən getmirəm. Bolqariyada sosialist oldu. Dedim, Amerikadan gəlmişəm. Dedim, bir də vizalarım, dedilər, yox, bütün genə raykomdan başlayaraq hamısını gələ təzədən keçəcək. Yəni, belə qayda qanun var. Buna baxmayaraq, mən niyə bunları, bütün bu çətinliklərə baxmayaraq. Mən Sovet vaxtı 70-dən çox ölkədə Azərbaycanı təmsil etmişəm. Что она всегда одна, только одна, только одна. Только одна, всегда одна.
человек особенный. Он очень одарен от природы. O qeyri-adi insandır və çox böyük istedada malikdir. O böyük hərflə musiqiçidir. Onun haqqında sadəcə ifaçı, müğənni kimi danışmaq doğru olmazdı. Birincisi təhsili, yazdığı mahnılar, onun estetikası, mədəniyyəti, bax bunların hamısının vəhdətində deyə bilərəm ki, o böyük mənada sənətkardır. Biz bir yerdə işləyəndə o işi olmur. Həqiqətən bir bayram olur. Səfərlərdə, konsertlərdə, görüşlərdə heç vaxt onunla yorulmursan. Konsert öncəsində və sonrasında həmişə bayram əhval-ruhiyyəsində olur. Mənə elə gəlir ki, bu Polad Bülbüloğlu'nun xarakteridir, ruhu, ürəyidir. O çox optimistdir, şəndir. Mən xatırlayıram ki, konsertlərdə hər dəfə onun çıxışından sonra gürültülü alqışlar səslənir və saysız hesabsız gül dəstələri verilir. Polad bütün çiçəkləri özü ilə götürür və pərdə arxasındakı qadınlara kimliyindən asılı olmayaraq hər kəsə gül dəstəsi uzadır. Bu onun yüksək mədəniyyətindən irəli gəlir. Просто настолько было велико к нему уважение. Ты мне вчера сказала, что позвонишь сегодня, и не назвав мне часа, сказала только жди. И вот с утра волнуясь, я жду у телефона, и беспокойно сердце стучит в моей груди. Быть может, ты забыла мой номер телефона, быть может, ты смеешься над верностью моей, но я не понимаю, зачем ты так сердита. Ну перестань смеяться и позвони скорей, но я не понимаю, зачем ты так сердита. Ну перестань смеяться и позвони скорей. Вчера ты так спешила, когда мы расставались, что на прощание слова я не успел сказать. Ты только обещала, что позвонишь сегодня, и я готов годами у телефона ждать. Быть может, ты забыла мой номер телефона, быть может, ты смеешься над верностью моей, но я не понимаю, зачем ты так сердита. Ну перестань смеяться и позвони скорей, но я не понимаю, зачем ты так сердита. Ну перестань смеяться и позвони скорей, и позвони скорей, позвони скорей. Poladın Bülbüloğlu. Biz Polad Bülbüloğlu ilə tez-tez telestudiyada, Astankinada görüşürük. O bizim hər zaman sevimli qonağımızdır. Hər o zamanlar, hansı ki ekran rəngli deyildi, ağ, qaradan ibarət idi, Polad Bülbüloğlu bizim ən sevimli qonağımız olurdu. Ну и в Останкино, конечно, его песни. Bizim arxivimizdə onun çoxlu video yazıları var. Konsertləri qorunub saxlanır. Onu tamaşaçı da çox sevir. Məncə onunla hər görüş tamaşaçıya sevinç bəxş edir. Для зрителей очень большая радость. Парень
песню поет о девчонке одной, а в кого он влюблен от года. Вместо имени милой звучит под луной до-ла-лай, до-ла-лай, до-ла-лай. Ревность сердце сжигает на тайном костре, услыхала жена невзначай. Муж седлая коня напевал во дворе до-ла-лай, 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 до-ла-лай. Потрясающий человек, удивительный. Çox gözəl insandır, heyrətamiz ifadəsidir, dəyərli vətəndaş, diplomatdır. Ən əsası, insan kimi yüksək keyfiyyətlərə malikdir. O indi səfirdir. Məncə siyasətdə belə insanlar lazımdır. Onu Rusiya çox sevir. Gülərüzlü simasıyla, xoş rəftarıyla özünü sevdirə bilir. Baxmayaraq ki, indi Polad Bülbüloğlu diplomatik fəaliyyət göstərir, amma o yenə də səhnə adamı kimi formasını qoruyub saxlaya bilib. Mən ona can sağlığı arzulayıram. Я ему желаю здоровья. Ревность сердце сжигает на тайном костре, услыхала жена невзначай. Муж седлая коня напевал во дворе до-ла-лай, до-ла-лай, до-ла-лай. В темной бездне звезда над высокой горой, ты горит и светит и пылай. Я слагая стихи напеваю порой до-ла-лай, до-ла-лай, до-ла-лай. Парень песню поет о девчонке одной, а в кого он влюблен от года. Вместо имени милой звучит под луной до-ла-лай, 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 до-ла-лай. Вместо имени милой звучит под луной до-ла-лай, до-ла-лай, до-ла-лай. Парень песню поет о девчонке одной, а в кого он влюблен от года. Это, во-первых, для меня это... Birincisi, Polad Bülbüloğlu mənim üçün təkcə Sovet deyil, dünya mədəniyyətinin bir parçasıdır. Həm ifaçı, həm bəstəkar, həm siyasətçi. Və ən əsası isə, mən bu insan haqqında ən yaxın dostum deyə bilərəm. Ona çox gözəl hörmətim var. Biz nə vaxt görüşsək, onunla hansısa illərdən, xatirələrdən danışırıq. O yaşlansa da, qəlbən hər zaman gəncdir. Və deyim ki, ruhu da, düşüncəsi də gəncdir. O, həyatı çox sevir. Он любит жизнь. Yeni bu sahir güneş nuru laylar bir tazat nağıl başlat dünya uyanış günya uyar var boyar yoksa bu deniz uçar bir zulmat gece deniz kaçar galezay. Polad, дорогой, музыку! Ваши аплодисменты! Я думаю, зал будет петь вместе с нами. Я волнуюсь. Давай, ты первый. Gözler kimi her ev kara boyalar seni başlar dünya o yani güneş var boya yoksa bu deniz uçar bir zulmet gece deniz kaçar gel seher gel seher. Весь мир слышал и Təbii ki, mən bu insanı tanıyıram və bununla da fəxr eləyirəm. Mən nə deyə bilərəm? Bu insan bir əfsanədir. O ölkəsi üçün, insanlar üçün, o cümlədən də bizim üçün çox şey edib. Çünki biz ondan öyrənirik. Bu cür insanlar sözün əsl mənasında müəllimdilər.
və onların gördükləri işlər bizi daha da ürəkləndirir. Mən ona yalnız xoşbəxtlik, can sağlığı və bütün işlərində uğurlar arzulayıram. O əfsanədir, o gözəl, mehriban, müsbət enerjili bir insandır. Onun hər kəlməsində bir mehribanlıq, insanpərvərlik hiss olunur. Bu da onu göstərir ki, o həqiqətən də böyük insandır. Это говорит о том, что он большой человек. На субботнем вечере легендарный Полад Бюльбюль-Оглы. Ты мне вчера сказала, что позвонишь сегодня, но не назвав мне часа, сказала только жди. И вот с утра волнуясь, я жду у телефона, и беспокойно сердце стучит в моей груди. Быть может, ты забыла мой номер телефона, быть может, ты смеешься над грустью моей, но я не понимаю, зачем ты так сердита. Ну перестань смеяться и позвони скорей, но я не понимаю, зачем ты так сердита. Ну перестань смеяться и позвони скорей. Вчера ты так спешила, когда мы расставались, что на прощание снова я не успел сказать. Ты только обещала, что позвонишь сегодня, и я готов годами у телефона ждать. Быть может, ты забыла мой номер телефона, быть может, ты смеешься над верностью моей. Но я не понимаю, зачем ты так сердита. Ну перестань смеяться и позвони скорей. Но я не понимаю, зачем ты так сердита. Ну перестань смеяться и позвони скорей. Зачем ты так сердита? Ну перестань смеяться, позвони скорей, и позвони скорей. Я думаю, что Полад Бülbül это уникальный. Mən düşünürəm ki, Polad Bülbüloğlu çox nadir insanlardandır. Yaxşı artist, yaxşı diplomat, gözəl insan olmaq mümkündür. Amma bu keyfiyyətlərin hamısını bir arada toplamaq heç də asan deyil. Belə faktlar çox az hallarda olur. Sənətkar sonradan siyasətçi yaxud diplomatik nümayəndə olsun. Polad Bülbüloğlu mədəniyyət naziri, sonra da səfir oldu. Polad Bülbüloğlu kimi yüksək mədəni keyfiyyətlərə sahib başqa bir səfir varmı? Bilmirəm. Onun çox parlaq şəxsiyyəti var. Polad Bülbüloğlu'nun demək olar bütün lent yazılarını izləmişəm. Gənc, yaraşıqlı, şən, enerjili. O səhnədə elə oxuyur ki, elə bil ondan xoşbəxti yoxdur. İlk andan bütün auditoriyanı ələ alır və müsbət enerji ötürür. İndi də onda bu keyfiyyətlər qalmaqdadır. Yenə də səhnəyə çıxanda çox şux və qıvraq görünür. O diplomat olsa da sənətçi kimi səhnəyə çıxır, çıxış edir. Özünün xoş enerjisini ətrafı ilə paylaşır. Polad Bülbüloğlu səhnə üçün doğulan insanlardandır. Только у тех, кто рожден для сцены. Ухожу, как надо, ухожу, прости, ты должна остаться, должен я уйти, не хочу прощаний, разошлись пути. Bilirsiniz, biz hamımız Qarabağın həsrətindəyik. Biz hamımız Şuşanın həsrətindəyik. Və bu həsrət bizi incidir, bizi boğur.
Polad Bülbüloğlu ölməz sənətkar Bülbülün oğludur. Onun mənəvi varisidir. Onun sənət dünyasının yeganə mənası və həyatının ən ümdə amalı olan musiqinin hər çalarında Bülbülün ruhu, bir də ata-baba ocağı sayılan Azərbaycanın dilbər güşəsi Qarabağın gözəllikləri yaşayır. Gənc olarkən ona elə gəlir ki, papa, mama həmişə olacaqlar. Və mənim onda 61-ci ildə 16 yaşım var idi. Mən 9-cu sinifdə oxuyurdum. Bu mənim üçün çox böyük zərbə oldu. Təsəvvür gətirə bilmirdim ki, mən necə yaşayacağım, necə hərəkət edəcəyəm, papasız necə olacaq. Və doğrudan biz sonra bir neçə çox çətin illər yaşadıq. Шальных ветров след тебе летят. 100 чужих костров Polad bugün bizim Azərbaycanı Rusiyada təmsil edən bir insandır, bəstəkardır. Çox şadım ki, formadadır. Çox şadım ki, indi filmdə çəkilir, yeni mahnılar yazır. Bunun baleti böyük uğurlu Moskva Bolşoy Teatrı'da keçdi. Yekaterinburg balet truppası, məşhur truppa onu qoydu. Sonra mən Belavasit'də, Ankara'da bu baletdə bu tamaşanın premyerasında olmuşam və gördüm ki, ayaqüstə baleti qəbul ediblər. Yekaterinburgdan opera və balet teatrının tamaşa səhnəyə qoyduğu hörmətli dostumuz və səfirimiz Polad Bülbüloğlu'nun yaratdığı baletin əsəri bu günləri
təqdim olunacaq. Çox şadam ki, Polad müəllimin bu əsəri bütün dünyada gezir. Deyəsən Aspendus'da da gələcəkdə. Bu alətlə Aspendus'da məşhur festivaldır. Buna görə biz Murtuz'la bir yerdə Polad müəllimin kiçik oğlu yəqin Aspendus'a gedərik. Hə, gedərik. Kısa bir zamanda bu balet, Polad Bülbüloğlu'nun bu baleti geniş yayıldı ve dediğim gibi Rusya Federasyası'nın en qədim, güclü tiyatrlarından birisi bunu tamaşaya koyup ben özüm büyük bir heyecanla bu tamaşaya bakmaya hazırlaşıram, bakmak istəyirəm çünkü mənə elə gəlir ki bu tamaşa yaxşı bir tamaşa olacaq. İntuisiya mənə belə deyir və elə bilirəm ki, yanılmayacaq. Ben çok sevinirəm ki, Uzeyir bəyin bayramında onun adına olan beynəlxalq festivalda bugün mənim əsərim çalınır. Mən səbirsizliklə gözləyirəm ki, Bakı tamaşaçısı çox tələbkardır. İndi görək Bakı tamaşaçısı necə qiymət verəcək bu tamaşa. Mən niyə görə Poladı tərifləyirəm? Poladı. Bilsən niyə görə? O Polad qiymət verməyi bacarırdı. Yollar səni aparır hara. Gözəlliklərlə dolu sabahlar, sevgi dolu səhərlər nəsibiniz olsun Polad müəllim. Necə ki, gəl ey səhər deyib, insanları ümidli, işıqlı gələcəyə, səhərlərə səsləyirsiniz. Yoxsa bu dəniz uçar, bir zülmət gecə dəniz qaçar. Gələysən, gələysən. Yeni iliniz mübarək olsun və Azərbaycanlıların həmrəylik günü həmişə ürəyinizdə olsun.